YouTube kanalının iştirakçılarını və məni izləyən, sosial şəbəkədə izləyənlərin hamısını salamlayıram. İstəyirəm tarix həqiqəti haqqında sizə məlumat verəm, məlumatlanaq. Yəni bildiyinizə görə keçən əsrin, 20-ci əsrin əvvəllərində 1918-ci ildə hansı ki Müsavat dövləti, təzə Xalq Cümhuriyyəti yaradılmışdı. Xalq Cümhuriyyəti yaradılanda ermənilər yenə də indiki kimi Qarabağa, indiki deyəndə keçən əsrin axırlarında olduğu kimi yenə Qarabağa iddialı idilər və mübahisələr gedirdi. Çünki Zəngəzuru artıq almışdılar və Qarabağı da onlar əldə etmək istəyirdilər. Bunun üçün də bilirsiniz, deməli Andronik adında onların bir hərbçisi olubdu. Bizdə bəzən onun haqqında çox yanlış məlumatlar, bu Andronik Paşa adlandırırlar. Türklərdə paşa generala deyirlər. O general olmuyor. O Rus hərbçisi olub, Ruslarla. İstəcən Volqarların tərəfində Osmanlı imperiyasına qarşı vuruşub. Çünki o vaxtı bu dünya gücləri Osmanlını yıxmaq üçün milli ədavəti qızışdırdılar, erməniləri qaldırdılar. Və ondan sonra da Volqarlardan sonra da Rus ordusunun tərkibində, Rusların tərkibində Osmanlıya qarşı vuruşubdu. Sonra Ruslar oradan çıxandan sonra o gəlib çıxıb Ermənistana. Ermənistandan da gəlib Qarabağ üçün gəlib Gorusda ştab qoyubdu. Və bunun haqqında ümumiyyətlə çox yanlış, elə birinci yanlış oldu ki, o general deyil, paşa deyil. Yəni adi zabit olub, ola bilsin polkovnik olub. Və onlar gəlib burada bizim o vaxtı deməli Azərbaycan, bilirsinizmi, biz ümumiyyətlə bizdə mən yenə də üzr istəyirəm. Ya belə bu Koroğlunun dastanında deyir ki, bu dastandır da nağıldır. Deyir ki, Koroğlunun 7700 neçə dəlisi vardı. Bir oturuma onlar hər məsələn dəli bir oturuma 7 qoyunu parçalayıb yeyirdi. Yəni bu nağıl gəlib bizim tarix həqiqətlərə də çıxdı. Hansı ki Andronik tarixi şəxsiyyəti deyək ki, ermənilər tərəfindən biz onu məsələn bilirik, onun haqqında məlumatımız var. Və Laçında da o vaxt dövlət Azərbaycan Xalq Cümhuriyyəti idi. Qarabağın da general qubernatoru Xosrov bəy, Allah rəhmət eləsin. Qardaşı da kənddə olan, yəni Sultan bəy, oranın bəyi idi, Hacısamlı dərəsinin bəyi idi. Və bunlar da buna qarşı tədbir görməli. Andronikin də fikri nə idi? Andronik Sultan bəyə xəbər göndərmişdi. Mən sizə həqiqəti deyirəm də. Yəni o yalandan mətbuatda yazılır. Bütün sahələr, sosial şəbəkələr doludur bu haqqında yalan, nağılla da. Yəni Koroğlu dastanı kimi nağılla doludur. Mən həqiqəti sizə deyim. Deməli xəbər göndərir ki, icazə verin, biz gedirik Qarabağdan keçək. Bu Quşqa yolu varmış şeydən, Xankəndindən. Xankəndi o vaxtı İspanakert zat yox idi. Xankəndi bir kəndidir. Oradan getməsi Yevlağa gedək. Yevladan Avropaya gedək. Deməli, Andronikin də məqsədi nədir? Qarabağa gedirəm, Qarabağdan keçirəm, gedəm Avropaya, Yevlağa, Quşqa yolu vardı Xankəndindən də dediyim kimi. Yevlaqdan da qatarla gedəcəm Avropaya. Onun məqsədi yalandı, özü prosto vaxt udmaq üçün gedirdi ki, Qarabağda olan üsyançı ermənilərə kömək eləsin. Məqsədləri onların Şuşanı, çünki Şuşa tamamilə bizim nəzarətdə idi. Xosrov bəyin nəzarətində idi. Amma Xankəndi o vaxt yəni böyük bir mərkəz deyildi. O bir rayonlarda erməni kəndlərində bunlar üsyan, necə ki 90-cı illərdə elədikləri kimi elə üsyan eləmişdilər. Böyük tarixən həmişə bunlar o tərkibində olduğumuz dövlət Çar Rusiyasının dövründə, halbuki ki Çar Rusiya zəifliyib, bunlar üsyan ediblər. Sovet hökuməti zəiflədi, üsyan elədilər. O vaxt elə. Ancaq ona da bunlar allanmadılar. Bunlar da tez ağıllı adamlardılar. Bəydə, qardaşım Xosrov bəydə əlində imkanlar vardı. Və Xosrov bəyin də yanında türk paşaları vardı, türk hərbçiləri vardı, məsləhətçilər. Onlar plan qurdular və buna dedilər gəl get. Amma bu şərtlə ki, silahlarının Xosrov bəy şərt qoydu ki, belə Sultan bəy şərt qoydu ki, silahlarınızın nədir, çaxmağını çıxardasın. Topların çaxmağını çıxardıb, ayrı yükləyin, topunuz da ayrı yükləyin. Onlar topları boşladılar, toplar getdi, bax ora bizim Tursu qəsəbəsidir, Şuşa rayon Tursu qəsəbəsi, o dumanın altı. Ora keçəndə Andronikin dəstəsi, yəni Zabıq dərəsi deyirlər, Zabıq dərəsində döyüş olmuyordu. Ora hamısı Zabığın ərazisidir. Zabıq kəndinin inzibati ərazisidir. Tat dərəsi deyilən yer, bax de bura. Bura. Andronikin dəstəsi gəlib çatıb bura. Bəy də əməliyyat qurublar, o nal şəkilli ki, əməliyyat tarixə düşübdür, nal şəkilli mühasirə. Top atılan deyilən yer var, buradan görünmür o tərəfdədir, top atılan. Orada topları qurublar və Susun sakinləri, yaşlı adamlar bilirlər. Uşaq vaxtı orada oynayanda, orada gedib oynayanda, Sus kəndinin altında orada səngər olur. O səngərdə gedizlər varmış.
bizim hərbiçilər, bizim kəndin, Laçının kəndlərindən olan igid adamlar, Cayazurdan, Hacılardan, nə bilim Malıbəydən, Güləbirtdən üzübəri, Güləbirt yoxudu, vardı, balaca kəndi, Məcməcə deyirdilər. Bütün Laçının kəndlərindən əhali, ən çox da bəyin öz 1000 kənddən çox igid adamlar olubdu. Onlar gəliblər, bütün kəndlərdən gəliblər, hamısı böyük bir dəstə. Bunların da hamısının kiçik toplar vermişmiş, kiçik toplar. Hamısı, həmən toplar da qurulu pozisiyalarda, həmən o erməni Andronikin özü burada olmayıb qətiyyən, Andronikin özü burada olmayıbdı. Dəstəsi gəlibdi, burada onun qabağını kəsiblər, onu yəni istilahçı bir ordu kimi məhv eləyiblər. İndi keçək Andronikin qulağını kəsilməli. Sultan bəyin adına görə nə qədər, mən onu şəxsən həqarət sayıram. Yəni hörmətsizlik sayıram ki, deyirlər ki, özdə hər yerdə yayırlar. Ki Andronik gəlib, Sultan bəy onu tutubdu, Sultan bəyin ayağının altına yıxılıb. Sultan bəy onu bağışlayıb, qulağını kəsib boşlayır. Görün, nə qədər belə düşünürsünüz, yoxsa düşünmürsünüz. Təsəvvür edirsiniz, məsələn, döyüşdə, 44 günlük müharibədə ermənilərin lideri, böyük bir dənə o nətər deyirlər, Balasanyanı və yaxud da kimsə də, məsələn, onların o qan içənləri var da, hamısını bilir, Sarkisyan və yaxud da Köçəriyən gələ, Azərbaycan, məsələn, ordusunun komandanı onu boşluya deyək ki, getkinən səni salamat, qulağını kəsirəm, salamat bıraxıram. Yəni, bu qulaq kəsməkdir. Bunlar hamısı xalq nağıllardır. Elə şeylərə ay cəmaət inanmayın. Bəyin qohumları da xahiş edirəm, aktiv olun. Siz də bəzən o adamlara hay verirsiniz. Mən baxıram, sosial şəbəkədə izləyirəm. Elə şeylərə yol vermir. O həqarətdir, bəyin adına hörmətsizlikdir. Bəy düşməni boşlaya bilərim. Elə şey olar mı? Mən xahiş edirəm bu məlumatları eşidən adamlar, özləri də böyüklərindən, yaşlı adamlardan soruşsunlar. Xüsusilə Qasım Uşağı Ovasının üzvlərinə tuturam, sosial şəbəkədə fəal olan adamlara üst tuturam. Yəni bu məsələləri belə qoyub, bu şəxsən mən onu bir Laçınlı kimi, bir Azərbaycan kişisi kimi mən Sultan bəyin adına, Xosrov bəyin adına hörmətli sayıram. Yaxşı, mən Andronikin qulağının Türkiyədə kəsilməsinə inanmıram. Çünki Türk İslam ordusunda heç vaxt qulaq kəsmək, əza kəsmək olmuyor. Andronikin qulağına bəlkə güllə dəyibdir. O adam üsyançı olubdur. Bu adam xəyanətin də cəzasını alıb, sonra da gedib hansı ölkədəsə, yəni gedib orada rədd olub gedib bu ölkədən. Yəni Ermənistanda da oldu bilir. Və bu qədər. Çox sağ ol, Qazanfər bəy.